Səriştəli valideyn silsiləsindən film. Valideyn sevgisi. Sizin sevginiz uşağa hava kimi lazımdır. Təsadüfi deyil ki, körpələr ata və analarından tez-tez soruşurlar. Sən məni sevirsən? Sağlam olub harmonik inkişaf etmək üçün uşaq sizin qeyd-şərtsiz sevginizə əmin olmalıdır. Əlbəttə valideynlər öz övladlarını sevir. Lakin onlar bu sevgini ifadə edib göstərə bilmirlər. Valideyn haqlı olaraq düşünür ki, uşağını sevdiyi üçün qazandığı pulu onun yeməyinə, paltarına, əyləncə və təhsilinə xərcləyir. Amma uşaqlar sevginin bu təzahürünü hələ anlamır və başqa ifadə formalarına böyük ehtiyac duyurlar. Valideyn sevgisinin bəzi ifadə formalarına baxaq. Təmas. Biz heç də həmişə təmasın özümüz və yaxınlarımız üçün nə qədər mühüm olduğunu dərk etmirik. Hər bir böyük adama vacibdir ki, onu gündə 4 dəfədən 12 dəfəyə dək qucaqlasınlar. Körpələrə belə təmas daha çox lazımdır. Bu zaman onlar özlərini müdafiə olunmuş hiss edirlər. İntellektləri isə daha yaxşı inkişaf edir. Tumarlama və toxunma zamanı dəri ilə taktil adlanan xüsusi bir kontakt yaranır. O, əzələ və sinirlərin müəyyən qrupuna və eləcə də bütün orqanizmə müsbət təsir göstərir və bu səbəbdən hər bir canlı üçün vacibdir. Mehriban baxış. Uşağınızla göz təması qurun. Məsələn, alətlərinizi silə-silə uşaqla söhbət edirsinizsə, söhbətiniz alınmayacaq. Alətlərinizi bir kənara qoyub onun gözünə baxın. Kiçik yaşlı uşaqlarla danışarkən gözləri eyni səviyyəyə gətirmək üçün ya diz üstə durun, ya da uşağı stulun üstünə qoyun. Nəvazişli sözlər. Daim uşağınızla söhbət edin və ona xoş, mehriban sözlər deyin. Nə yaxşı ki, sən varsan, səni çox sevirəm və uşağa olan sevginizdən doğan bir çox bu kimi başqa ifadələr. Amma mənim balam hamıdan ağıllıdır, gözəldir, güclüdür və s. kimi şişirtmələr lazım deyil. Uşaq hiss etməlidir ki, onu olduğu kimi sevirlər. Hamıdan güclü olduğu üçün deyil. Səni sevirəm ifadəsini tez-tez təkrar etmək sizə qəribə gəlirsə, nəzərə alın ki, bu uşaqlar üçün çox vacibdir və ən uyğun nəvazişdir. Axı siz onu doğrudan da sevirsiniz. Amma bu barədə ona deməyi hərdən unudursunuz.